Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciət və təkliflərinin yerində öyrənilməsi məqsədi ilə növbəti görüş keçirilib. Nümunəvi məhəllələrdən birində təşkil olunan tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, Ağsaqqallar Şurasının üzvləri və çoxsaylı sakinlər iştirak ediblər. Keçirilən görüş zamanı şəhər sakinlərini maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, onların müraciət və təklifləri dinlənilib. Qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq qeydlər aparılıb və operativ tədbirlərin görüləcəyi bildirilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, son illərdə şəhərdə həyata keçirilən geniş abadlıq və yenidən qurma layihələri Sumqayıtın müasir şəhər simasının formalaşmasına mühüm töhfə verib. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıq və tövsiyələrinə uyğun olaraq yaşayış məhəllələrinin yenilənməsi, yeni istirahət məkanlarının salınması, yaşıllıq sahələrinin genişləndirilməsi, küçə və prospektlərin abadlaşdırılması insanların rahat yaşayışı üçün əlverişli şərait yaradılıb. Daha sonra çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Fərid Ələkbarov bildirib ki, şəhərdə həyata keçirilən bütün sosial və infrastruktur layihələrinin əsas məqsədi sakinlərin rifahının yüksəldilməsi və yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır. Görüşdə çıxış edən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmailov isə bildirib ki, cəmiyyətlə dövlət arasında sağlam münasibətlərin qurulmasında ağsaqqalların üzərinə mühüm məsuliyyət düşür. O qeyd edib ki, Ağsaqqallar Şurası daim vətəndaşlarla ünsiyyətdə olur, onların narahatlıq doğuran məsələlərinin aidiyyəti qurumlara çatdırılmasına, eləcə də ictimai həmrəyliyin möhkəmləndirilməsinə öz töhfəsini verir. Daha sonra söz alan sakinlər şəhərdə aparılan abadlıq və quruculuq işlərini müsbət qiymətləndirərək yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı onlar yaşadıkları ərazilərdə mövcud olan bəzi sosial və kommunal xarakterli məsələlər də səsləndiriblər. Müraciətlərin bir hissəsi tədbir zamanı yerində araşdırılaraq həlli istiqamətində müvafiq qərarlar qəbul edilib. Digər məsələlər isə aidiyyəti qurumlarının icraatına yönləndirilib və onların icrasının nəzərdə saxlanılacağı bildirilib. Sonda vurğulanıb ki, bu cür görüşlər vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, sakinlərin problemlərinin operativ şəkildə həllinə və şəhərin sosial inkişafına mühüm töhfə verir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.